Hamiləliyin 37-ci həftəsi və hamiləlikdə qasıq sümüyündə, simfizdə olan ağrılar, simfizit və oturacaq hissədə, quyruq sümüyündə, koksiksdə olan ağrılar, koksikodinia haqqında danışacağım. Hamiləliyin 37-ci həftəsində dölümüz artıq 2 kilo 700, 2 kilo 900 qramdır, uzunluğu 48-49 santimetr. Bundan sonra döl tamamilə yetişmiş sayılır və bu həftədə doğuş olarsa, bu artıq vaxtında doğuş sayılacaq. Bu deməkdir ki, biz tam olaraq doğuşa hazırlıqlı olmalıyıq və qərarımızı verməliyik. Təbii doğuş mu olacaq, keysəriyyə mi olacaq? Bu həftələrdə hamilənin çanaq müayinəsi, daxili çanaq müayinəsi, dölün çəkisi, yenə də non stress test, KTG dediyimiz uşağın ürək döntüsü 15 dəqiqə içində bir aparatla kontrol edilməsi kimi müayinələr aparılır. Əgər hamilənin gözündə problemlər varsa, oftalmoloqa yönləndirilir və göz tibi müayinəsi olunur. Hamiləlikdə bu həftədə doğuş başlayarsa, hamilə bunu necə anlayacaq haqqında məlumatlar verilir. Yəni, düzənli ağrı, su gəlişi, qanlı axıntı, bunlar hamısı doğuşun başlamasının işarətləri ola bilər və bu halda hamilə artıq klinikaya gəlib, həkiminə müraciət etməlidir. Dölümüz başı ilə aşağı dönüb, yəni dönübsə artıq dönməlidir, dönməyibsə sağrı gəlişi olur. Qasıqlarda ağrı, beldə ağrı, aşağı hissəyə basqı və yalançı ağrılar gün içində, özəlliklə axşamlar müşahidə olunur. 3-cü trimestrdə bəzi hamilələrdə simfizdə və koksiksdə ağrılar başlayır. Simfizdə olan ağrılar əslində bu qasıq sümüklərin arasında olan qığırdağın genişlənməsi ilə əlaqəlidir. Bu genişlənmə doğuşa hazırlıqdır. Amma bəzən bu genişlənmə gərəkdiyindən çox olur. Normalda 3 milimə qədər genişlənmə ola bilər, amma 3 milimdən çoxdursa bu xəstəyə, hamiləyə ağrı verir. Hətta o qığırdaqda iltihablaşma da ola bilər və bu artıq simfizit kimi, yəni qarın altında, sümükdə, qasıq sümüyündə ağrı kimi şikayətlə pasient bizə müraciət edir və o nahiyə bastırırkən də ağrı hiss edir. Koksiksdə olan ağrıları isə bədəndə ağırlıq artdıqca, uşaq böyüdükcə orada keçən sinirlərin basılması ilə əlaqəlidir. Əgər uşaqlıqda da biz deyək ki, bir travma keçirmişiksə, yıxılmışıqsa bu quyruq sümüyün üzərinə, bu ağrılar daha da şiddətli ola bilər. Pasientlərə nə tövsiyə edirik? Birinci, çox ayaq üstə durmamaq və çox oturmamaq, daha çox gəzmək və yaxud da uzanmaq. Uzananda ayaqların arasına yastıq qoymaq, oturanda ayaqları çox aralamamaq. Maqnezium istifadə etmək sinir ağrılarını və azaltmaq üçün və əzələ spazmını götürmək üçün. Soyuq kompreslər uygulamaq bu nahiyələrə və özəl ortopedik yastığın üzərinə oturmaq. Yəni, belə yumru bir yastıqlar olur. Oturanda onların üzərinə oturarkən bu oturacaq hissəyə daha az basıncı olur, qasıq sümüyünə daha az basıncı olur və xəstə özünü daha yaxşı hiss edir. Doğuşdan sonra bu ağrılar əksər hallarda keçir. Bəzən də ortoped tərəfdən müalicə gərəkdirir. Yəni, müalicə davam edir doğuşdan sonra. Əgər ağrı şiddətlidirsə, parasetamol, yəni acetaminofen istifadəsi müəyyən hallarda qısa müddətli mümkündür və məsləhət görülür.